Barmaq izlərini incələyən elm daktiloskopiya, barmaq uclarının ömür boyu heç dəyişmədən eyni şəkildə qaldığını, heç kimin barmaq ucunun başqasının barmaq ucuna bənzəmədiyini ortaya qoymuşdur. Bu həqiqət 1875-ci ildə kəşf olunmuş və 1884-cü ildə tətbiq edilmişdir. Halbuki Qurani-Kərim barmaq uclarının bu xüsusiyyətinə əsrlər əvvəl diqqət çəkmişdir. Bugün bir şifrə kimi barmaq izi ilə açılan kompüter və qapılardan istifadə olunmaqdadır. Çünki hər insanın barmaq izi fərqlidir. Hətta insanın hər bir barmağının izi digərlərindən fərqlidir. Barmaq ucları qədər kiçicik bir sahədə sonsuz fərqlilikləri yaradan Allah ucaların ucasıdır.